Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə yedikcə yemək istəyəcəyiniz kəsmikli peçeniye hazırlayıram. Qaba 200 qram ev kəsmiyi əlavə edirəm. Əgər sizdə ev kəsmiyi yoxdursa, mağazada satılan kəsmiklərdən istifadə edə bilərsiniz. Bir qədər quru və duzsuz kəsmikdən istifadə edirik. Üzərinə 100 qram əritdiyim çərə yağı. 1 ədəd yumurta. 1 çay qaşığı kabartma tozu. 2 xörək qaşığı şəkər tozu, 1 çimdik duz və 1 bağlama vanilya əlavə edib blenderlə qarışdırırıq. Əgər blender yoxdursa, sizlər mikserdə yoxdursa çırpma telindən istifadə edə bilərsiniz. Eyni kütlü olana qədər qarışdırırıq. Bu arada istifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd etdim. Alınan kütlənin üzərinə öncədən ələdiyim 1 stəkan un əlavə edirəm və qarışdırıram. Lazım gəldikdə az-az un əlavə edib əlimizlə xəmir yoğuracağıq. Yaxşı olar ki, sizlər də unu öncə 1 stəkan əlavə edin, ardından lazım gəldikdə az-az əlavə edərək xəmiri yoğurasınız. Yumuşaq, ələ yapışmayan xəmir alınmalıdır. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. 1 stəkan un yetmədiyindən qeyd etdiyim kimi daha 3 xörək qaşığı un əlavə etdim. Xəmir bir yerə toparlandı, hazırdır. Xəmiri gözlətməyə ehtiyac yoxdur. Masanın üzərinə alaraq 2 hissəyə ayırıb kündə hazırlayırıq. Masanın üzərinə bir qədər un əlavə edirik. Xəmiri yerləşdirdikdən sonra azca əlimizlə yaydıqdan sonra üzərinə bir qədər un əlavə edib oxlovla açmağa başlayırıq. Çox incə açmağa ehtiyac yoxdur. Xəmirin kənarlarına azca düzəliş etdikdən sonra üzərinə şəkər tozu əlavə edirik. 4-5 çay qaşığı mən şəkər tozundan istifadə etdim. İstəyə görə şəkərin miqdarını bir qədər azalda və ya artıra bilərsiniz. Əlimizlə hər tərəfə çatacaq şəkildə yayırıq. Və gördüyünüz qayda ilə qatlamağa başlayırıq. Beləcə qatladıqdan sonra üzərindən əlimizlə yüngül bastıraraq bir qədər yastı forma verib, belə bir alətdən istifadə edərək peçenyaya forma veririk. Hər birini eyni qaydada kəsdikdən sonra soba listinə yığırıq. Öncədən isidilmiş sobada 180 dərəcə temperaturda üzəri həfif qızarana qədər bişiririk. Nəzarətsiz qoymuruq. Budur, artıq peçeniye bişib hazır oldu. Dadlı, ləzzətli, yumuşaq, ağızda əriyən, həqiqətən ləzzətli bir peçeniyadır. Sizlər də könül rahatlığı ilə hazırlaya bilərsiniz. Xüsusilə kəsmik yeməyən uşaqlara belə şirniyyatlarda kəsmiyi daddıra bilərsiniz. Bu günlük bu qədər. Kanala abunə olmağı unutmayın. Hələlik.